Deməli, orada biz nəyə diqqət yetirməliyik? Deməli, evin əşyaları. Bəzi əşyalar, o əşyaların ki, ayaqları var. Misal üçün, masadır, oturacaqdır, soyuducudur, dolabdır. Onlar stoit, bir də stoyat feilləri ilə istifadə olunur. Tek sayda stoit, cəm sayda stoyat feili ilə. Misal üçün, stol stoit, stulya, masalar, oturacaqlar cəmdədir, stoyat, xalaznik stoit, şkaf stoit, peçka stoit, televizor stoit. Amma misal üçün, xalça yerdə sərilib, lежит. Sonra kitab masanın üzərində belədirsə, qorizontal vəziyyətdədirsə, onda da deyirik lежит. Kniga lежит на stole. Amma kitab belə dik dayanıbsa, rəfdə ya da dolabda, onda deyirik kniga stoит. Sonra misal üçün fincan stolun üstündə dayanıb. Çaşka stoит, stakan stoit. Sonra nə bilim, qaşıq. Qaşıq əgər stəkanın içindədirsə, ложка стоит в стакане. Нет, лежит в стакане. Ложка стоит в стакане. Стоит demirik, просто ложка в стакане. Qaşıq. Amma belə qorizontal vəziyyətdədirsə stolun üstündə deyirik lежит. Ложка лежит на столе. Sonra тарелка. Тарелка стоит на столе. Bizim geyimlərimiz. Geyimləri biz dolaba qoyuruq. Deyirik ki, geyim dolabdadır. Одежда в шкафу deyə bilərik. Ya da deyə bilər, одежда лежит в шкафу. Əgər asmışıqsa onları, asılıbsa, onda deyirik висит. Висит, çılçıraq asılıb, люстра висит. Saat asılıb, часы висят. Sonra zerkalo, güzgü asılıb divardan, zerkalo висит на стене. Занавески висят. Pərdə asılıb. Pərdə. O isim ki, cəmdədir, onda deyirik висят. Təkdə deyirik висит. Yaxşı. Tamam. Висит, висят. Demək, bu 3 dənə feil istifadə olunur. Стоит, стоят. Лежит, лежат. Висит, висят. Bunlar üçü də dayanmaq deməkdir, dayanmaq. Yox, stoit dayanıb, visit asılıb, lежит sərilib. Qorizontal şəkildədir, yəni lежит. Demək, Visit asılıb. Keçmiş zamanda Stoyat feili stoyat feilinə oxşuyur. Stoit feili, almaq feilinə oxşuyur. Ay, sağ, çox oxşuyur. Çox tələbə onu səhv salır. Ona görə diqqətli olmaq lazımdır. Vurğu fərqləndirir bu sözü. Stoit и стоит. Stoit bu mənasındadır. Stoit. Almaqda vurğu olur. Ha? Almaqda vurğu olur. Amma dayanmaqda vurğun A kimi deyil burada. Stayu. Elə. Çünki onun üzərində vurğu düşmür, ona görə A kimi tələffüz olunur. A kimi. Bəli. Ona görə diqqətli olun. Sonra bizim otaqlarımız. Bəzi sözlər var ki, V qoşması ilə istifadə olunur, bəziləri nan qoşması ilə otaqlar, evin otaqları. Deməli, nan qoşması ilə istifadə olunan na kuxnidir, na kuxni, na balkoni, sonra sol üzərində na stole, na stene, na stuli, na kravati. Obıslar hamısı V qoşması ilədir. В квартире, в комнате, в ванной, в спальне, в гостиной, в кресле, в холодильнике. Amma misal üçün bu V qoşmaların belə bir xüsusiyyəti var. Əgər içindədirsə, biz deyirik V. Nəyinsə içindədir. Məsələn, soyuducunun içindədir. Biz deyirik V холодильники.
Amma bəzən biz bəzi əşyaların üstünə də qoya bilərik axı, düzdür? Onda biz deyəcəyik na xaladeniki. Bax, dolab da həmçinin elədir. Biz bəzi əşyaları dolabın içinə qoya bilərik. Onda deyirik, dolabdadır, içində, v şkafu. Yəni bu həm bu ilə işlədə bilərik, həm də na ilə işlədə Baxır, bilərik. hansı Yerinə mənada asılıdır. deyirsiniz, bəli. Baxır, hansı. Əgər içinə qoyursunuzsa dolabın v şkafu, üstünə qoyursunuzsa na şkafu. Üstündə na. Yəni buna diqqət yetirmək lazımdır. Yəni baxır siz hansı mənada istifadə edirsiniz. Onu gələcək mövzularda biz keçəcəyik sizinlə. Əvvəlcədən sizə deyirəm, olacaq elə bir şey. Yaşa. Tamam. Tak, хорошо. İndi bir də burada yüzlüklər var.